Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında iqlim dəyişikliklərinin həlli yolları, beynəlxalq əməkdaşlıq və elmi kommunikasiya mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində Konfederasiyanın dəstəyi ilə hazırlanmış Qlobal Davamlı İnkişaf Strategiyası, İnnovasiya, Modelləşdirmə və İttifaqlar xüsusi elmi nəşrinin təqdimatı, davamlı identifikatorların təminatına dəstək mərkəzinin açılışı olub. Sonra Konfederasiyanın təşəbbüsü ilə keçirilən Yaşıl Gələcək Bizim Gözümüzlə foto müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, Əmək və Sosial Münasibətlər Akademiyasının professor-müəllim heyəti iştirak ediblər. Nəşrdə yer alan məqalələrin elmi dəyəri, aktuallığı və COP29-un məqsədlərinin müəyyənləşdirilməsindəki rolu vurğulanıb. Bildirilib ki, nəşr iqlim dəyişmələri ilə bağlı elmi tədqiqat işləri, oxucuların elmi potensialının inkişafı və müvafiq sahədəki araşdırmalar üçün etibarlı istinad mənbəyidir. Həmçinin yeni yaradılan davamlı identifikatorların təminatına dəstək mərkəzinin ölkəmizdə elmi nəşrlərin keyfiyyətinin artırılması və rəqəmsal identifikasiya sistemlərinin genişləndirilməsi baxımından önəmi qeyd edilib. Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev, Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Umayra Tağıyeva və Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri, deputat Zahid Oruc xüsusi elmi nəşrin iqlim dəyişmələri ilə mübarizədə maarifləndirməyə dair önəmli və geniş oxucu auditoriyasında maraq doğuracağına inamlarını ifadə edib, eyni zamanda davamlı identifikatorların təminatına dəstək mərkəzinin yaradılmasının milli elmi jurnalların və nəşrlərin davamlı identifikatorlarla təmin olunması baxımından əhəmiyyətindən danışıblar. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən təqdim olunan nəşr olduqca vacibdir. COP29-un mirasının gələcək nəsillərə ötürülməsi baxımından. Çünki ölkə rəhbərliyinin ümumiyyətlə Azərbaycan ictimaiyyəti, dövlət qurumları qarşısına qoyduğu əsas tapşırıqlardan biri də COP29-un uğurlu nəticələrinin gələcək nəsillərə ötürülməsi, onun qalıcı irsinin təmin olunması ilə bağlı idi. Ümumiyyətlə, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası COP29-un təşkili zamanı da kifayət qədər dəyərli töhfələr vermişdi. Əmək məsələləri ümumilikdə iqlim dəyişikliyi gündəliyinin ən vacib komponentlərindən biridir. Ədalətli keçid kontekstində əmək bazarının tənzimlənməsi, orada ədalətli keçidi təmin etmək üçün iş yerləri, onların təmin olunması, yaşıl keçid məsələlərində əmək münasibətlərinin tənzimlənməsi olduqca vacibdir. Bu baxımdan bu tədbirin məhz burada baş verməsi, Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən onun ərsəyə gətirilməsi çox vacibdir. Tədbir çərçivəsində davamlı identifikatorların təminatına dəstək mərkəzi tərəfindən bir sıra nəşrlərə rəqəmsal obyekt identifikatoru kodu verilib. İdentifikatorların təminatına dəstək mərkəzi ölkədə qurumlar arasında müvafiq identifikatorlarla təcrübə mübadiləsi, paylaşılması və əməkdaşlıq üçün bir forum rolunu oynayır. Mərkəzin əsas fəaliyyət istiqamətləri və xidmətlərindən danışsaq, davamlı nəşrlərin çap və elektron identifikatorların təmini, müəlliflər üçün lisenziya, elmi nəşrlərin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair davamlı maarifləndirici təlimlərin təşkili, eyni zamanda təcrübəli mütəxəssisləri cəlb etməklə, seminarlar, konfranslar təşkil etməklə davamlı identifikatorların yenilənməsi və redaktorların maarifləndirilməsi ilə bağlı mütəmadi olaraq məlumat kitabçalarının hazırlanması və bununla bağlı davamlı hesabatların təqdim edilməsidir. Sonda Yaşıl Gələcək Bizim Gözümüzlə foto müsabiqəsinin qalibləri mükafatlandırılıb. Təkcə Bakı şəhəri deyil, ətraf rayonlarında məhz ekologiyamızın qorunması üçün ətraf rayondan olan gənclərin də qoşulması bizim üçün çox müsbət haldır. Tədbirdə şəkillərə nəzər yetirilərək demək olar ki, bütün bölgələrdən olan gənc fotoqraflara, həmçinin layihə sahiblərini gördük və hər birimiz bir gənc olaraq çalışdıq ki, ümumilikdə ekologiyada olan problemləri, onların qorunmasını və onlar haqqında görülmüş işləri məhz biz foto layihələrlə tamaşaçıların diqqətinə çatdıraq.